7-yə, 67 bayaq yazdığımız 64 kimidir. Lövhəni silək. Yazıram. Dəmirin üzərinə gəlirik. Biz H2SO4 yazıram. Dəmir üzərinə gəlirəm. H2SO4 və qatısını. Bu zaman alınır dəmir 2SO4 3 SO2 və bir də H2O. Əmsallaşdıranda bura 2 düşür. Bura 6 düşür. Bura 1 yazırıq. Bura 3. Burada 6. 2 dəmir 6 H2SO4 ilə girir. 1 mol dəmir 2SO4 3 əməl gətirir. 3 mol SO2 alınır və 6 mol da su alınır. İndi deyir ki bizə 11-12 qram dəmir girəndə baxaq görək nə qədər SO2 alınır. Gəlin necə SO2-yə baxaq. Baxın. 11-10-2-si girəndə bilmirəm nə qədər SO2 alınır. Amma burada dəmir 2 vuraq 56, 112 qədərdir. 112 girəndə isə nə qədər alınır? 67, 10-2. X da buradan eləyir həqiqətən 6,72. Yəni bu düzdür. Üçüncü düzdür. İndi baxın. Deyir dəmir 0,2 mol sərf olunur. Bəli, niyə? Çünki 11,2-ni biz 56-ya bölürük. Çünki dəmirin öz kütləsi 56-dır. Baxın. 11,2-ni 56-ya bölündə bəli 0,2 bir də düzdür. Amma ikinci səhvdir. Niyə? Çünki 4,48 olmur. Gəlin yoxlayaq. Baxın. Buranı pozaq. Buranı pozaq. Heç pozmamıza ehtiyac yoxdur. Qatı sulfatdan hidrogen çıxmır. Ona görə 1-dən 3. Qatı sulfatdan hidrogen çıxmır. Duru sulfatdan çıxır. 68-də. Yəni burada duru deyib. Baxın. Burada duru dediyinə görə duru deyirsə deməli bu düzdür. 0,2 çünki 4,18 24-də böləndə 0,2 eləyir. Amma 4,48 alınmır. Ona görə cavabımız 1 və 2. 68-67-nin eyni qaydadadır. Çalışın, özünüz eləyin. 69-a baxaq. Deyir, qatı sulfat turşusu üçün hansı ifadə doğru deyil? Qatı sulfat üçün səhv mülahisəni seçməliyik biz. Deyir, oksidləşdiricidir, xeyr. Üzrsən, bəli, bu düzdür. Oksidləşdiricidir. Karbohidratlar kömürləşdirir. Qərəbi metallar reaksiyasında hidrogen ayrılır. Xeyr, hidrogen duru sulfatda ayrılır. Qatıda ayrılmır. Baxırıq 70-ə. Deməli, deyir, oksidləşdiricidir. Bəli, düzdür. Karbohidratlar kömürləşdirir. Bəli, düzdür. Dəmir reaksiyasında hidrogen sulfit ayrılır. Xeyr, SO2 ayrılır. Deməli, bu da səhvdir. 71-ə baxırıq. Nə dedi? Eyni mol miqdarda götürülmüş əsaslardan hansının tam neytrallaşmasına daha çox sulfat turşusu sərf olunur. Deməli, burada qayda necədir? Nə zaman daha çox sulfat turşusu sərf olunur? Tam neytrallaşmasına. Uşaqlar, tam neytrallaşanda daha çox sulfat turşusu daha çox OH olana sərf olunar ki, bu daha çox sulfat turşusu daha çox OH-la birləşər və tam neytrallaşır. Deməli, daha çox sulfat turşusuna daha çox OH lazımdır. Tamam mı? Daha çox sulfat turşusuna daha çox OH lazımdır. Ona görə daha çox OH olanda A variantı. 3 dənə OH var. Hansının OH çoxsa, onu daha çox sulfat turşusu ilə neytrallaşır. 72-yə. Burada isə uşaqlar kütlə məsələsi görərkən çoxa az götürürük, aza çox götürürük. Baxın,
Eyni kütlədə götürülmüş əsaslardır. Hansının tam neytrallaşmasına daha çox sulfat turşusu sərf olunur. Daha çox sulfat turşusu daha az kütləsi olana. Daha az olanda baxın berilyum 9'dur, magnezyum 24'dür, kalsiyum 40'dır, strontium 88'dir, baryum 137'dir. Ən asansı da berilyumdur. Deməli o zaman biz berilyumu götürərik. 73'ə baxırıq. 73'də nə deyir deməli? Deyir ki, gümüş və dəmirdən ibarət qarışıq üzərində əvvəlcə duru sulfat turşusu. Tamam. Buranı silim, reaksiyalar yazmalıyıq çünki. Aha. Deyək, gümüş və dəmirdən ibarət olan qarışıq üzərinə əvvəlcə duru sulfat turşusu. Sonra isə baryum xlor 2 məhlul edilərsə, hansı maddələr məhlulda olar? Baxın, dəmirin üzərinə deyir birinci gəl duru sulfat turşusu. Tamam. Dəmiri duru ilə aparıram. Bu zaman alınır, duru ilə dedik, ekvivalent olur. Yəni dəmir SO4 alınır. Və hidrogen. Düzdürmü? Gümüş çünki duru sulfatla getmir. Gümüş duru ilə getmir. Pozitivlər getmir duru ilə. Dəmir gedəcək. Sonra mən dəmir SO4'ün üzərinə baryum xlor 2 gəlirəm. Deyək ki, baryum xlor 2 məhlul edilərsə. Dəmir xlor 2'nin üzərinə gəlim, baryum xlor 2. Üzr sayın, dəmir SO4'ün üzərinə gəlirəm. Baryum xlor 2. Bu mübadilə reaksiyası. Dəmir xloru götürülür, baryum da SO4'ü götürür. Alınır baryum SO4 və dəmir xlor 2. Baryum SO4'də çöküntüdür. Düzdürmü? Deyir, hansı məhlulda olar? Məhlulda çöküntü çöküb gedir. Ona görə baryum SO4'ü götürməliyik. Ancaq dəmir xlor 2'ni götürərik. Ona görə yalnız bir cavab C variantı. Baxaq 74'ə. Yenə lövhəni silək. 74'də də kuprumdan dəmiri verib. Deyir, nə deyir üzərinə? Duru gəl. Duru gəlirsə kuprum getməz. Pasivlərlə getmir. Duru sulfat turşusu. Dəmiri gəl götürürəm. Dəmirin üzərinə də gələndə nə alınır duru sulfat turşusu? Alınır dəmir SO4. Bayaqki qayda ilə bir də yazmadım. Sonra isə artıq bir də baryum OH əlavə edirəm mən bunun üzərinə. Düzdürmü? Baryum OH2. Yine mübadilə reaksiyası. Dəmir OH-ı götürüb baryum da SO4'dür. Alınır baryum SO4 və dəmir OH2. Baryum SO4'də çöküntüdür. Dəmir OH2 də çöküntüdür. Zaten bizə deyir hansısa çökər. Yəni çöküntünü götürməliyik. Dəmir OH2 və baryum SO4. 1 ilə 2 cavabımız belədir. B variantı. 75 də həmin qaydadır. Deyir, duru sulfat gəlirəm. Gümüş pasivdir, bundan getməyəcəkdir. Magnezyumdan da nə alınır? Magnezyum SO4. Magnezyum SO4'ün üzərinə yenə mən baryum OH2 gəlirəm yuxarıdakı kimi. Buradan da alınır. Magnezyum götürür OH-ı. Magnezyum OH2 və nə alınır? Baryum SO4. Bizə nə istəyir? Bizə deyir ki, çöksün. Magnezyum OH2 baryum SO4 çünki ikisi də çöküntüdür. 2 ilə 3 cavab elədi B variantı. Baxaq 76-ya. Deyir, hansı reaksiyalar doğru deyil? Baxın, A düzdür, SO2 alınır, B düzdür, qatıqdan SO2 alınır. Hamısı qatıqdır, ona görə duruya baxmırıq. C də düzdür, SO2 alınır. Amma D variantı, çünki qatı sulfat AU-dur, pıtı da bunlarla getməli, ikisindən getmir. D səhvdir. 77-yə baxırıq. Nə deyir? Deyir, doğru deyil. Yəni, bax, burada AU pıtını götürərik. 78-də deyir, hansı maddənin qatı sulfat turşusu reaksiyasından qaz halında maddə əmələ gəlmir. Kalium 2 silisium O3. Çünki buradan alınır H2 silisium O3 və H2SO4. H2SO4 maye haldadır və qaz halında maddə əmələ gəlmədi. Ona görə, amma məsələn,
HCOH-dan əmələ gələcək, kalium-2 CO3-dən əmələ gələcək, gümüşdən SO2 çıxacaq. Eyni şəkildə natrium HSO3-dən də duru qazandığı maddə əmələ gəlir. 79-a baxırıq. Kuprum üzərinə 2x gəlib. Düzdürmü? Kuprum SO4, SO2 və su alınıb. Təbii ki, bu x nədir bizdə? H2SO4-dür. Düzdürmü? Və qatıdır. Çünki duruyan getməzdir. Deməli, bu qatı sulfat turşusudur. Bax, H2SO4 qatı. H2SO4 qatı ilə girəndə nə alınır? H2S. Bu da Y variantı. Baxın, H2S bir dənə Y-dədir. Baxıram bura, yenə civə ilə giribsə, deməli, bu qatıdır. Qatı sulfat turşusudur. Qatı da dəmirlə girəndə 3 valentdə olur. Dəmir SO4 3 və SO2 Y variantı. Dəmir SO4 3 burada da var, amma hidrogendir. Hidrogen durudan çıxır, qatıdan çıxmır. Baxırıq 81-ə. Nə deyir? 1 verir, 2 verir, 3 verir və durudur deyir. Uşaqlar, valentliyin yarısı qədər alınır. Yadınızda saxlayın. Valentliyin yarısı qədər. Dəmir duru sulfatı neçə valentdə olur? 2. 2 valentin yarısı 1. 1 molumuzda 22,4 litrdir. Keçirəm ikinciyə. Alüminium 3 valentlidir. 3-ün yarısı 1,5. 1,5 molda 22,4-də vuranda eləyir 33,6. Və yox 3-ə baxıram. Magnezium 2 valentlidir. 2-nin yarısı 1. 1 molumuzda 22,4-dür. Deməli 22,4, 33,6 və 22,4. Cavabımız elədiyi D variantı. 82 də həmin qaydadır. Sinkdə 22,4, çünki 2 valentli, 2-nin yarısı 1 mol, 1 molumuzda 22,4. Alüminium dedik 33,6, dəmir dedik 2-nin yarısı 1 mol eləyir, çünki dəmir duru sulfatının 2 valentlidir, o da 22,4 eləyir. 22,4, 33,6, 22,4. Cavabımız elədi D variantı. Baxırıq 83-cü suala. Deyir, birinci və ikinci sıxımlara uyğun reaksiyaları müəyyən edin. Birincidə görürsünüz ki, 0-dan gəlib müsbət 3-ə, ikincidə 0-dan gəlib müsbət 2-yə, düzdürmü? Dəmir duru sulfatla 2 valentdə olurdu. Yəni, alınırdı dəmir SO4. 0-dan 2-yə gəlir. İkinci onda gedər 1. İkinciyə baxıram. Xrom da qatı ilə 3 valentlidir. Yəni, xromla dəmir eyni xəstəlikdir. Qatı ilə 3 valentdə olurlar. Duru ilə 2. Qatıdırsa 3-ə gedər. Burada xrom durudur. Onda 2-yə gedər. Kuprumla S. Kuprum S-dən kuprum S. O da müsbət 2 olur. Baxın. Kuprum S. Kuprum müsbət 2. Kükürddə kuprum və S. Kuprum S. Düzdürmü? Ona görə kuprum S heç birinə getməz. Çünki bizə nə deyir? Müsbətdir deyir. Metal. Metalı soruşur. Aha. Kuprum müsbət 2. Onda 4 gedər ikinciyə. 1, 3, 4 olan cavab. Baxın görək. C variantındadır. Cavabımız C variantı eləyir. Qatı ilə də 3 olur. 3, 5 də gedir. 84 də həmin qaydadadır. Müsbət 2-yə götürəcəyik biz duruları. Yəni, amma bir dənə yaxşı baxın ki, burada alüminium verib. Alüminium zaten 3 valentdə olur. Yəni, müsbət 3 olacaq. Deməli, dəmir qatı ilə 3-dür, 1-ə gedər. Xrom qatı ilə 3-dür, ikinciyə 1, 2, 2-yə getdi. Alüminium duru ilə də qatı ilə də zaten demişdik neçədə alüminium 3 valentlidir. 3. Dəmir S2-dir, burada duru ilə 2-dir. 4, 5 birinciyə gedər, ikinciyə də gedər 1, 2, 3. Y variantı.
Baxırıq 85-ə. Deyir, Z qazı kuprum SO4 məhlula qara rəngli çöküntü verirsə, X, Y və Z maddələrini müəyyən edin. Əgər qara rəngli çöküntü verirsə, qara rəngli çöküntü kuprum S ilə verir. Kuprum S. Və biz burada yoxlamalıyıq bir-bir. Ki, məsələn, kalsium duru ilə hidrogen, kalsium qatı ilə H2S, baxın, bizə dedi axı qara çöküntü kuprum S-dir. Yəni, tərkibində kükürt olan birləşmə lazımdır. Baxın, kükürt də burada var, burada var, burada var, düzdürmü? Yəni, A-nı çıxaraq, C-ni çıxaraq. B dedik düzdür, çünki kalsium qatı ilə H2S verir. Kuprum qatı ilə SO2, kuprum qatı ilə H2S, bu səhvdir. Bir də uşaqlar SO2 yox, bizə H2S lazımdır ki, oradan kuprum S qara çöküntü alınsın. Ona görə cavabımız eləyər B variantı. 86. Deməlidir, X qatı ilə girir. H2SO4, T və Z verir. Burada yoxlamalıyıq, məsələn. X kalium olsa, kalium qatı sulfatla girsə, T-ni göstərib H2S, L-i də göstərib SO2. Tamam. Y-də dəmir olsa, dəmir də qatı ilə girib, SO2 verirmi? Deməli, verir. Deməli, bir düzdür. İkinciyə baxın. Natrium qoysaq, natriumdan çıxan T-dir, alüminiumdan çıxan da L-dir. Z-də ikisində də eynidir. Tamam mı? Z-də heç baxırıq. Baxın. X nədir ki? T verir. Bax, X deyir olsun, natrium. Natriumdan H2S verir, düzdür. Alüminiumda SO2, bu da düzdür. Üçüncüyə baxın. Kaliumdan deyir SO2 verir. Kaliumdan H2S verməz. Buna görə 3-də səhvdir. Düzgün cavab 1, 2, S variantı. Burada yenə baxırıq. X-dan T alınır, Y-dən L. Kalsiumdan H2S, bəli. Dəmirdən SO2, bəli. Çünki ikisi də qatıdır. Bir düzdür. İkinciyə baxırıq. Kuprumdan SO2, dəmirdən H2 yox. H2 duru da verir. Bizdə qatıdır. İkinci səhvdir. Üçüncü, natriumdan H2S verir. Xromla da SO2 verir. Bu da düzdür. Deməli, 87-də üçüncüyə baxsaq, deyir, T ilə də L, T ilə L. H2S ilə də SO2 reaksiya girir. Deməli, kükürt və su alınır. Düzdürmü? Kükürtlə su alınır. Natrium girsə H2SO4-ün qatısı ilə. Hə, bu səhvdir. Niyə? Çünki natrium burada yazıb Y2SO4 3. Natrium 1 valentli daxı belə bir şey ola bilməz. Bu 3 valentli göstərib natrium burada. Valentliyə də fikir verin uşaq. Ona görə 3-də səhvdir. Natrium 2SO4 olmalıydı. Yəni X2SO4. Baxaq 88-ə. Deyir, dəmir sulfatla girib X qazı verir. Natrium sulfatla girib Y qazı verir. Kalsium sulfatla girib Z qazı verir. Və Z qazı nədir ki, oksigenlə girib T-nə əmələ gətirir. Böyük ehtimal bu Z hidrogen olar. Hidrogen. Çünki hidrogen oksigenlə girir. Bir fikirləşin, kalsium sulfatının qatısına girsə H2S verər. Durusu ilə girsə H2 verər, düzdürmü? Z-i biz götürdük H2. İndi baxın, H2 O2 girib T su əmələ gətirir, düzdürmü? Aha. Onda Y-imiz nə olur uşaqlar? H2S. Niyə? Natrium durusu qatı sulfatla girib
HGS əmələ gətirir. Y-imiz oldu H2S. H2S oksigenlə girir, deməli, nə əmələ gətirir? SO2. X-imiz də oldu SO2. İndi baxın, dəmirdən SO2 çıxırsa, bu nədir? Qatı yazdım. Y-imiz nə almışdıq biz? H2S. H2S çıxırsa, bu nədir? Qatı. H2 çıxırsa, bu da durudur. Bizdən qatını istəyir. Qatı da 1 ilə 2 cavab B variantı. 89-a baxaq. Yenə həmin qaydadadır. Baxın, deyir ki, Y-dən O2 gelir, T alınır. Yəni, bir dənə maddə alınır. Əgər bu H2S olsaydı, 2 dənə maddə alınırdı. Bir dənə maddə alsa, böyük ehtimal bu sudur. Sudsa bu hidrogendir. Y-imizi tapdıq ki, Y hidrogendir. Hidrogen çıxırsa, bu nədir? Durudur. Y-imiz hidrogendir. İndi gəlin Z-lə T-ni biz müəyyənləşdirək. Z-lə T-ni. T-ni dedik ki, sudda, düzdürmü? T-imiz sudur. Z-imiz bilmirik nədir? Oksigenlə girir, su da əmələ gətirir. Bu, əgər kalsium qatı sulfat olsa, buradan çıxar H2S. Z-imiz H2S olsa, H2S-in üzərinə oksigen gəlsə, SO2 və su alınır. Deməli, X-imiz SO2 olar onda. Bu hidrogen olsa, əgər kalsium duru sulfat olsa, yəni duru sulfatdan hidrogen çıxsa, Z-imiz hidrogen, hidrogen üzrə oksigen gələndə bir dənə su alınır. Bu X onda olmaz axı. Deməli, Z-imiz onda H2S olur. H2S oksigenlə girir, SO2 su əmələ gətirir. X-imiz də olur SO2. Əgər SO2 çıxıbsa, bu qatıdır, hidrogen çıxıbsa, durudur, H2S çıxıbsa, qatıdır. Tamam mı? Deməli, bizdən də istəyir qatıları. Qatılar da oldu 1 və 3. Cavabımız delədi B variantı. Baxırıq 90-a. 90 nə deyir? Deyir, sinkez oksigenlə girir, SO2 alınır. SO2 də oksigenlə girir, SO3 alınır. SO3 də su ilə girir, H2SO4 alınır. Sxemdəki 1, 2 və 3 reaksiyalarının praktik çıxı müvafiq olaraq 80%, 50%, 100% olarsa 196 qram sulfat turşusu almaq üçün neçə mol sinkez götürülməlidir? Birinci biz SO arxadan getsə, yəni SO3-dən suyu alaq. Sonra SO2-dən SO3-dən H2SO4 alaq. Sonra SO2-dən SO3 alaq. Sonra sinkezdən SO2-ni alaq. Tamam mı? Birinci SO3-dən götürürəm. Baxın. Yazıram. SO3-dən alınır H2SO4. 1 mol SO3-dən 1 mol H2SO4 alınır. İndi deyir ki, 1 mola, yəni 98 qramdırsa, 98, bu moldur, 1 mol, 98 qramdırsa, bəs 196 qram sulfat turşusu neçə qramdır? Bilmirik. X. Və bu da 100% çıxım. X-imiz də eləyir 2 mol. Biz 2 mol nəyi tapdıq? SO3. İndi biz SO2-dən SO3 almalıyıq. SO2-nin üzərinə gəlirəm O2 alınır SO3. Düzdürmü? Burada 2 düşür, burada 2 düşür. İndi baxın. Çıxımda 50%dir bu səfər. 50%. Yəni tapdığımızı yarıya bölərik. 50%
Baxın. 50% ilə 2 mol alınıbsa, bu SO3'müz. Baxın, burada 2 mol SO3 alındı. Bu alınan 50%ləndir. Bəs 100% olsaydı nə qədər olardı? X. X da buradan tapdıq ki, 4 mol. Deməli, 4 mol nəyi tapdıq? Biz SO2-ni. Baxın, qayda belədir. Buradakının 50%i alınan bu 2 imiş. Buradakı deməli 4 imiş ki, 50%i 2 alınıb. Tamam mı? O şəkildə. Burada 103 ilə burada 2 qaldı, yəni o şəkil. İndi sink S-ə baxıram. Bir sink S-dən bir SO2 alınır. Və çıxım da 80%-dir. Buraya yazıram 80%. İndi 80%-dən aldığımız, baxın, 80%-dən aldığımız bu 4 moldur. 4 mol. Bəs 100%-dən X da buradan eləyib 5 mol. 5 mol da biz sink S tapdıq. Yəni 5 mol sink S-in 80%-i oldu 4. Cavabımız elədi 5. Baxırıq 91-ə. 91-də nə deyir? Deyir, hansı metallar qatı sulfat turşusu ilə qarşılıqlı təsirdə olduqda H2S, duru sulfatla qarşılıqlı təsirdə olduqda isə H2 əmələ gətirir. Bu, əlbəttə ki, aktiv metalları götürməliyik, yəni natriumdan kalsium. Qatıdan H2 çıxır, durudan hidrogen. 92-də deyir ki, hansı məhsulları doğrudur. Kalsium duru sulfatla girəndə H2 yox, H2 verir. Bir səhvdir. Natrium qatı ilə girir, H2 verir, düzdür. Kuprum qatı ilə girir, SO2 verir, düzdür. Kuprum duru ilə ümumiyyətcə girmir. Ona görə 2, 3. Bizdə doğru 1, 4 səhvdir. Burada duru ilə girib hidrogen verənlər passivləri çıxsa, kuprumu civərinə çıxaram. Qalar sink, alüminium, dəmir. 94-də deyir, SO2 alınsın qatısından. Bax, kalsiumdan alınmaz, ümumiyyətcə. Sonra alınar 1-1-dən, kuprumdan 1-2-dən, bir də 4-dən. 95-də H2SO4 üçün doğru tətbiq sahələrini göstərməliyik 95-də. Deməli, bir akkumulyatorda istifadə olunur. Bir gübrənin alınması dedik istifadə olunur. Bir də turşuların alınmasında. Kükürdün alınması kükürdür. Sink və dəmirdən ibarət qarışıq üzərinə əvvəlcə isti sulfat qatı, sulfat turşusu, sonra isə barium OH2 əlavə edilərsə, hansı maddələr çökər? Onu yuxarıda qapalı testin birində də izah eləmişdik ki, çökər və yaxud da məhlulda qalar tipli məsələdə izah eləmişdik. Nə edirsiniz? Baxın, deyir ki, sink var, dəmir var, düzdürmü? Qatı sulfat turşu tökəndə ikisi də reaksiyaya girir. Sink qatı sulfatla girir, sink SO4, dəmir qatı sulfatın 3 valenti, dəmir 2 SO4, 3. Düzdürmü? Sonra biz bunların üzerine barium OH2 gəlirik. Barium OH2 gələndə də bir barium SO4 çökür. Bir sink OH2 çökür, bir də dəmir OH3 çökür. Dəmir OH2 niyə götürmür? Çünki bizə deyir qatı sulfat turşusu. Qatı sulfat turzunda 3 valentli olmalıdır. Burada 2 valentlidir ona görə. 97-yə baxın. Yenə burada, indi burada duru sulfatdır. İndi burada 3 götürməliyik. Bir götürərik biz buradan magnezium SO4'ü. Bir götürərik dəmir OH2'ni. Bir də götürərik. Bu qədər. Magnezium OH2'ni.
Yəni baxım qatıya duruya. Qatıda 3 valentli olur, duruda 2 valentli ilə çıxa bilərsiniz. Yəni buradan 98-ə baxaq. Deyir qatı sulfat turşusu kalsiumdan girir. Kalsium SO4 alınır. Əlbəttə ki, H2S alınmalıdır və su. Deyir X, yəni H2S üçün hansılar doğru deyil deyir. Düzdürmü? Baxın. Deyir suda məhlulu sulfit turşusu əmələ gətirir. Bəli. Sulfit turşusu uşaqlar H2SO3'dür. Bir düz dəqiqə. Doğru deyildir. Düzdürmü? Suda məhlul sulfit turşusu adlanır. Xeyr, bu səhvdir. Güclü reduksici düzdür. Havada yanır. Düzdür. Məhlulda duzlar reaksiya girmir. Səhvdir. Girir. Məsələn, kuprum SO4 idi. H2S-lə girib nə əmələ gətirir? Kuprum S. Qatı sulfat turşusu hansı maddələr yaxşılıqlı təsirdə olur? Reaksiya sərf olunan turşunun müəyyən hissəsi reduksiya uğrayır. Bunu bir-bir yazmalıyıq. Baxın. Birinci natriumu yazsaq. Natrium üzərinə gəlirəm mən qatı sulfat turşusu. Alınır. Natrium 2SO4. H2S və su. Baxın. H2SO4 burada nədir? Müsbət 6. Burada nədir? Müsbət 6. Burada nədir? Mənfi 2. Görsünüz, müəyyən hissəsi reduksiya. Müsbət 6 qaldı, keçdi mənfi 2-yə. Müəyyən hissəsi, hamısı yox. Müsbət 6, baxın, burada da qalıb. Buradakı müsbət 6 burada qalıb. Bir dənə mənfi 2-yə, müəyyən hissəsi oldu. Bir düzdür. Sonra gəldi kükürt. Kükürt də girəndə alınır SO4 üzr sayın SO2 və su. Burada da müsbət 6-dır, burada 0-dır, burada müsbət 4-dür. Görürsünüz, hamısı dəyişdi. Yəni hamısı uğradı. 2 səhvdir. Üçüncü nə deyir uşaqlar? Burada da hamısı uğrayır. Sonra dördüncüdə isə hamısı uğramır. Dördüncü yuxarıdakı kimidir. Bir kuprum SO4 olur. Orada müsbət 6 olur. Bir də yenə SO2 alınır. SO2-də müsbət 4 olur. Ona görə 4-ü də götürərik ki, hamısı reduksiya uğramır. 100-də Glauber duzu. Glauber duzu natrium SO4 vuraq 10 mol sudur. Deməli, qısımız nədir? Natrium. Natriumda qatı sulfatla girəndə qoyun reaksiyanı yazaq. Dəqiqə. Yuxarıda var imiş, gözlüyüm. Yox, qalsın. Aha, baxın, natrium. Üzərinə qatı sulfat gəldik. Natrium 2SO4, H2S və su. Bura düşür 8. Yazım görsənsin, seçilsin. Bura düşür 8. Bura düşür 5. Bura düşür 4. Bura 1. Burada 4. İndi deyir ki, oksidaşdırıcı 20% reduksiya uğrayır. Bəli. Burada 5-in 1-i. Bir dənə H2S reduksiya uğrayır. Bu müsbət 6 idi kükürt. Burada mənfi 2 idi. Ona görə biz 1-i 5-ə bölüb vursaq 100-ə 50-ər 20%. Ona görə 1 doğrudur. Sonra deoksijisi lax yumurta ilə qaz alınır. Bəli, H2S lax yumurta ilə qazdır. Sonra deyir ki, X elementi gümüşdür, xeyir. X elementi kaliumdur, xeyir.
Deyir X2SO4 suda həll olur. Bəli, natrium 2SO4 suda həll olur. X2SO4 məhlulu lakmus qızarır. Xeyr. Biz bunun elektroliz dərsini keçmişdik. Demişdik natrium 2SO4 hidroliz dərsini keçmişdik. Demişdik ki, natriumda SO4 də qüvvətlidir deyə lakmus qızarmır, neytral olur. Baxaq 101. Hansı mollərin barium H2 məhlulu qarşılıqlı təsirindən barium SO4 alınır? Uşaqlar, bir SO3-dən alınır. Çünki SO3 barium OH-dan girəndə barium SO4 və su alınır. Bir də kalium 2SO4 girsə, mübadilə reaksiyası baş verir. Barium SO4-ü götürər, kalium da OH-ı götürər. 102-də deyir, hansı reaksiyalar mümkündür? Qatı sulfat turşu bir AO ilə getmir, düzdürmü? Və sulfat turşusu turşu oksidlərindən də getmir. Turşu oksidindən getməz. Və silisium 12 də həmçinin. Ona görə qalır cavabımız 2, 4, 5. Output-u getmir, onu çıxdıq. CO2 ilə də silisium 12 turşu oksidi deyə, turşu oksidlər də turşu ilə getmir. 103-də deyir H2SO4 vuraq su, üzərinə SO3 gəlib 2X alınıb, onda üzərinə kükürt gəlib 3Y və 2 su alınıb. Deyir Y maddəsi nədir? Y maddəsi SO2-dir. X maddəsi nədir? Bəs X maddəsi də H2SO4-dür. Baxaq. Kükürt trioksiddir, yox, kükürt dioksiddir, bəli. Su ilə də reaksiya daxil olurmu? Bəli. 104-də əmsallaşdırmalıyıq, 105-də də əmsallaşdırmalıyıq. Deməli, gəlin bunu biz əmsallaşdıraq. Dəmir qatı sulfat turşusu ilə girəndə 3 valentli olur. Yəni dəmir 2SO4, 3 və qatı sulfat turşusundan SO2 alınır və su alınır. Deməli, dəmir üzərinə H2SO4 gəlirik. Alınır. Bu qatıdır. Alınır dəmir 2 SO4 3 Aha. Şimdi bunları əmsallaşdıranda uşaqlar bura 2 düşür. Bura 6 düşür. Bura 1 SO2 qabağına 3, suyun qabağına da 6. Deməli, baxın. Bu hamısı artan göstərir bu qrafikdən və mol sayılarıdır bunlar. Deməli, artan alınanlar da əlbəttə ki. Və ən çox mol sayı Z-dədir. Hansı ən çoxdur mol su? Deməli, Z nədir? Sudur. Sonra ortada dayanan SO2 olar. Çünki SO2 3 dənədir. Ən az da duzumuzdur. Yəni dəmir 2, SO4 3-dür. İndi baxın, nə deyir? Deyir Y maddəsi, yəni SO2 üçün. Deyir ki, şəffaf mayda xeyir qazdır. Kəskin iyli qazdır, bəli. Qəliv məhlul reaksiya daxil olunur, xeyr olur. Su ilə reaksiya daxil olunur, olur. Bərk halda molekul kristal qəfəs əməliyyatı, bəli, düzdür. 1 molekul, 3 atom var, bəli. 1 kükürt, 2 dənə də oksigen. 105 də həmin qaydadadır, 106 da həmçinin. Baxaq. 106 əslində fərqlidir. Gəlin 106-nı yazaq. Yəni, iminli 105 kimi deyil. Ona görə yazaq. Amma 104-105 eyni qaydadadır. Ona görə çalışın, özünüz yazın. Birini mən, birini də siz yazmağa çalışın. Onda daha çox yadınızda qalacaq. 106-da, baxın. Burada biz əmsallaşdırma aparmalıyıq. Buraya 4 düşür.
Bura 3 düşür. Direkt elə buradan yazacağım. Aha, bura 4, bura 3. Maqnizmi sol 4-ün qabağında 3 düşür. Kükürdün qabağına 1 düşür. Suyun qabağına da 4 düşür. Bizə nə istəyir? Z maddəsi və X maddəsi, düzdürmü? Baxın, alınandır. Ən çox alınan, bax, 3 maqnizmə sonra 1 kükürt, 4 su. Deməli, sudur. Z-imiz sudur. X-imiz olar, ya Y-imiz olar maqnezium SO4. X-imiz də olar kükürt. İndi deyir 8 qram X maddəsi əmələ gəldikdə 8 qram X maddə, yəni 8 kükürt qram S, yəni kükürt əmələ gəldikdə neçə qram Z maddəsi alınır? Neçə qram su alınır? Bilmirəm. Reaksiya kükürt 32 qram girəndə 1 qram daxil. 32 qram girəndə isə Z maddəmiz, yəni suyumuz 4 mol alınır. 4 molsa neçə? Yəni 4 vuraq 18, o deyilir 72. Buradan da X-imiz eləyir uşaqlar 18. Yəni cavabımız 18 eləyir. Baxaq. Baxırıq 107-yə. Deyir 300 kiloqram dəmir S2-dən 441 kiloqram sulfat turşusu alınmışsa praktik çıxım neçə faizdir? Deməli, bir dəmir S2-dən biz bilirik ki, 2 dənə HgSO4 alınır, düzdürmü? Baxın, bir dəmir S2-dən alınır 2 ədəd H2SO4. İndi deyir 300 kiloqram götür dəmir S2-dən. Dəmir S2-ni 300 kiloqram götürürəm. 300 kiloqram dəmir S2 girəndə bilmirəm nə qədər HgSO4 alınır. Ancaq dəmir S2-nin kütləsi 120 qramdır. 120 qram girəndə isə deməli 196 alınır. Buradan X-imiz eləyir uşaqlar 490 kiloqram. Çünki biz kiloqrama kiloqramla, qramla qram yazmışıq. Bu 196 qramdır. Bu eləyir 490 kiloqram. Nə? Sulfat turşusu. 400 kiloqram sulfat turşusu. 490 kiloqramımız 100%-dirsə bizə deyir 441 kiloqram alınır. Tamam, bəs 441-imiz neçə faizdir? X. Buradan da X elədi 90 faiz. Belə çıxır ki, bizim praktik çıxımız nə qədərdir? 90